Esselamu Aleyküm ve Rahmetullah. Sahih Tirmizi'de 2317 nömrəli hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Min husni İslamil mar'i terkuhu ma la ya'ni." Bir kişinin dininin gözəlliyindendir ona ait olmayan şeylere girməməsi. Bakın, bazı insanlar var, salam vermeye peşman olursan, bir istəkan çay içmeye peşman olursan, evine qonaq getmeye, evine qonaq almağa peşman olursan, elə oturanla bir neçə yaşın var, hard işləyirsən, maaşın nə qədərdir, evlisənmi, subaysanmı, neçə uşaqların var, uşaqların yaşı nədir, evindən bunun qiyməti nədir, sənin həyatını sanki bir müstəntiqin qabağında oturmuşsan, sənin həyatını daramağa başlayır. Bunların hamısı bir insanın dininin çirkinliğindendir. Bu şeyleri terk eləmək isə, ait olmayan şeylere insanın başını sokmamaq isə o insanın dininin gözəlliyindendir. Dikkatli olun, ehtiyatlı olun, size ait olmayan şeylere asla müdaxilə eləməyin. Esselamu Aleyküm ve Rahmetullah.